Müğənni Mənzurə Musayeva duet ortağı Mirələm Mürsəlli ilə xaricdəki toylardan qazandığı məbləğlə gündəmə gəlib. Müğənni Elcanlı verilişində bu barədə danışıb. Əsas xaricə toya getməkdir. Gedirsən, qazancın danışdığın məbləğdən çox olur. Buna görə də qiymət o qədər də önəmli deyil. Sifariş o qədər olur ki, heç yığıb yığışdıra bilmirsən. Duet ortağımla Surguta toya getmişik. 40 min dollar qazanmışıq. Hələ danışıqdan əlavə. Krasnoyarska toya 20 min dollara getmişəm, deyə o bildirib. Aparıcı Zamirə Dadaşova Space TV-dən çıxıb. Aparıcı öz ərizəsi ilə işdən çıxdığını deyib. O bildirib ki, məhkəmədə qalib gəlib kanaldakı işinə qayıtsa da orada qalmaq istəməyib. Mənə görə şad xəbərdir. Dünən Space TV-yə getmişdim. Yazığım gəldi ki, 2 ildir mənə maaş ödəyirlər və mən ərizəmi yazıb çıxmasam məhkəmə qərarından sonra işdən çıxarda da bilmirlər. Dedim, bu qədər cəza bəsdir. Həm də orada çalışan insanların haqqına girmək istəmirəm. Ərizəmi yazdım, böyük məbləği götürdüm, yaxşı insanlarla sağollaşdım, pisləri Allaha həvalə etdim və 19 il çalışdığım binadan ayrıldım. Nə qədər qürurlu, güclü, ədalətli olduğuma bir daha şahid oldum. Hətta məni tanımayan insanların da mənə necə hörmət etdiklərini, qarşı tərəfə olan münasibətlərini də gördüm. Əzilmədən, sınmadan, ədalətsiz və savadsız insanlara yerlərini göstərərək həyatımın gözəl bir səhifəsini də geridə qoydum. Özümlə, gücümlə, ağlımla qürur duyuram. Qeyd edək ki, Zamirə sözü gedən kanaldan heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. Zamirə Dadaşova Space TV-nin rəhbəri Vado Karovini məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı. Məhkəmənin qərarı ilə Space məhdud məsuliyyətli cəmiyyətində işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əmək haqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm, deyə Zamirə qeyd etmişdi.